Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Kabul danışma. Kalkayana görürüm. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarlık alışlarına yaklaşır. 2024-cü il dekabrın 1-də Lökbatan qəsəbəsində 1980-ci il təvəllüdlü Xanlar Əmirovun qətlə yetirilməsi barədə 10-cu polis şöbəsindən Qaradağ rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, saat 17 radələrində Həzzi Aslanov küçəsi ev 12-də 1982-ci il təvəllüdlü Qulu Abbasov tanışı Xanlar Əmirova çoxsaylı bıçaq zərbələri vurub. Cinayəti törədən şəxs həmin gün saxlanılaraq istintaqa təhvil verilib. 1 dekabr 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Lökbatan qəsəbəsi Həzzi Aslanov küçəsi ev 12-də baş verib. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1980-ci il təvəllüdlü Xanlar Əmirovun bədən səthində 27 ədəd bıçaq yarasının olması müəyyən edilib. Qanında 2,8% qatılığında etil spirti aşkar edilib. Bu da canlı şəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib. İstintaqla müəyyən edilib ki, hadisədən 5-6 il əvvəl Xanlar Əmirov Qulu Abbasovun arvadı Xədicə Abbasova hamam otağında olarkən qapını açıb içəri daxil olmaq istəyib. Bununla bağlı aralarında sözlü mübahisə yaranıb. Dekabrın 1-i saat 17 radələrində Aslanov küçəsi 12 ünvanında yerləşən evdə 2 ədəd bıçaqdan istifadə etməklə Xanlar Əmirovu cəzalandırmaq qərarına gəlib. Qulu Abbasov bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Birinci qrup gözdən əlil olan Qulu Abbasov iş üzrə dindirilərkən bildirib ki, Xanlar Əmirov onun bibisi qızının yoldaşı olub. Xanlar əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub. Onun görmə məhdudiyyətli insan olmasından sui-istifadə edərək 5 il əvvəl ailəsinə qarşı qeyri-etik hərəkət edib. Onun arvadı hamamda olarkən otağın qapısını açıb içəri girmək istəyib. Mübahisə zamanı əmisi oğlu onları ayırıb. Dekabrın 1-də Talih adlı qonşusunun evinə gedib. Talihin də görmə və eşitməsində problem olub. Masa arxasında əyləşib spirtli içki içiblər. Bir müddətdən sonra Xanlar ora gələrək yanında oturub. Ev sahibinə və ona söz atıb sataşmağa başlayıb. Qutuda daim bıçaqların olmasını bilib. Ayağa qalxan zaman Xanlar keçmək üçün ona yol verib. Bu vaxt aralarında mübahisə yaranıb. Bıçaq zərbələrinin Xanların bədəninin hansı nahiyələrinə dəydiyini bilməyib. Qulu Abbasov əlavə edib ki, əvvəllər də aralarında mübahisələr baş verib. Bununla bağlı qardaşı və yeniyetmə oğlu zərər çəkmişi döyüblər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Abbasov Qulu Atamağın oğlunun 11 dekabr 2024-cü tarixdə vermiş olduğu ifadəsinin yerində yoxlanması istintaq hərəkətini həyata keçirirəm. Hal-hazırda bir hadisənin baş verdiyi Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi Həzzi Aslanov küçəsi ev 12 ünvanının qarşısındayıq. Danışa sonra girərdim. Danışdınız. Tek girdim elə bir içəri, oturmuşdum. Özü, əminlə söhbət edirdik. Əminin adı nədir? Talih. Talih. Aha. O da gəldi, oturdu yanımda, biraz ora bura. O kim? Əmin oxanlar. İçəridə göstərə bilərsən bizə? Bəli. Keçək içəri. Mən də burada oturmuşdum, sola yaxın. O da burada oturmuş. Aha. Sağlar qaba burada kutu var idi, burada kutu var idi. O kutu olabilsin götürürlər, üçün əməkdaşlar. Bıçaqlar da onun içindeydi. O bıçağı da o gətirmişdi, harisi 6-7 dənə bıçağı var idi onun içində. O zaman sizə bir dənə böyük bıçaq görmüşdüm ondan qabaq. O olmadığı için bu da burada oturdu, biraz mənə ora-bura başladı, mən də ondan sonra vurdum onu. Hadisə nə vaxt baş verib? Dünənləri. Saat neçə olar təxmini? Təxmini bilmirəm. Bu otaqda kimlər var idi sizdən başqa? Mən idim, Xanlar idi, bir də əmin sorca baricəsi yoxmuş kimi bir şey idi. Nə qədər müddət bu otaqda qaldınız? Heç 15 dəqiqə qalmadı. Bıçağı sən nə vaxt götürmüşdün? Bıçağı hadisə elə bir gəldim bura girdim, o hələ yox idi burada. Əmi də burada oturduq, əmiyə pul verdim, keçsin dükana gəlsin. Əmi gelib dükana gələndə mən də stolun üstünü istedim götürdüm. Gördüm kutuya əlimi vurdum və bu kutuydu da deyəsən. Bu
Aha. Ben bu kutuyu, bu kutunun içinden götürdüm. Burada başqa bıçaqlar da var idi. İçində var idi, çox idi bunun içində. 3-4 dənə bıçaqlar elə var. O mən götürdülərim, yekə bıçaqlar idi biraz. Bıçağı götürməkdə məqsədin nə idi sənin? Ölçüləri belə götürdüm, üstümdə saxlayayım mesela. Burası bu gələndən sonra soxdum bura. Şeyin içinə, Aha. qolumun içinə. Hansı qolba soxdun? Buna da soxdum, buna da soxdum. Aha. Bu gəldi sonra? Gəldi heç nə, gələn kimi oturdu yanımda. Biraz nəm ora bura, hələ mübahisə başladı vurdum. Sizin mübahisəniz nədən baş vermişdi o vaxt? O vaxtda olmuşdu, nə olmuşdu. Aranızda ədavət düşmənçilik var idi da sizin? Bir-iki dəfə şey deyib, yəni ki, sözümüz çəp gəlib, onda orada oturub. O vaxtı, yəni 2 il bundan qabaqda olub, yəni beləsi, yəni aparıb onu, qaçırıblar buradan. Siz hansı formada oturmuşdunuz? Sizin hansı tərəfinizdə idi? Sol tərəfində. Mən burada oturmuşum, o da sol tərəfində. Sol tərəfində oturmuşdunuz. Necə başladı zərbə indirməyə? Üçün oturduğu yerdə bir dəfə dedim ki, vuracam səni. Elə orada qayıtdı. Belə nəsə bilməm nədir, daha önce söndüm, vurmağa başladım. Vuran kimi də o dağa getdi, əlimlə də sıxdım dağ tərəfə. Dağ tərəfə sıxdım, gördüm, sürüşür yerə. Qaldırdım, təzən attım ora. Neçə zərbə vurdunuz? Bilmirəm. Dəqiq yazılmaz. Bıçaq qırıldı yoxsa necə oldu? Ha, qırıldı, bıçağı çıxartdım, ikincisini çıxartdım. Birinci bıçaq qırılan neynədiniz onu? Buralar attım yeri arası. Atdın yerə. İkinci bıçağı çıxardınız. Ha, ikinci bıçağı. Sonra? Ha, qoydum ürəyindən aldım. Sonra neynədiniz? Ölçü çıxıb gedib, 100 kez zəng gəldim. Sizin onu vuranda, onun ölməsinə necə əmin oldunuz? Xırıldamağımdan bildim ki, nəfəs sonra gəlmədi. Vurmaqda məqsədiniz nə idi? Vurmaqda məqsədim orada idi ki, mən o vurmasaydım, o məni vuracaqdı olsa. Necə düşünürsünüz onu? Nəyə əsasən Dəqiq belə qənaətə bilirəm. Yəni gəlirsiniz? olursa 2 dəfə ölümlə yatmış adamdır. Ben onu burada vurmasaydım, o məni vuracaqdı. Ölməyə əmin oldunuz. Siz buradan çıxıb gedəndə otaqda kim var idi? Mən buradan çıxıb gələndə o buradaydı. Orada da deyil, o əmi oturmuşdu. Bu ilə söhbət eləyir. Talih də, düzdür. Talih sizi gördü, zərbə indirəndə ona. Yox, heç o görmür, Fəhri görmür. Ya gəzə də Fəhri bilmir. Ya belə əlinin hissiyatı da yoxdur onun. Qulağı da zəifləşdir. Özünüz yəni ki, şey gəlsin, bilər. Mənim görün nə vəziyyətdir ki, mən çıxıb getmişəm, polisə zəng gəlməm, bu ilə oturub danışırmış. Özü deyirsə, Mən çıxınca işitirdim də, elə bir qapıdan çıxınca söhbətlər işitirdim. qapıdan çıxıb hara getdiniz? Evimizə. Sonra Çünki burada neylədiniz? telefon yoxdur, nə mənim üstüm telefon olmadı. Abbasov qolunun yaşadığı evə yollanırıq. Yəni Hansı gəldim, küçədir? Rafael Salmanov küçəsi. Ev nömrə 9. Gəldim buradan 3 gezə. Necə gəldin hansı yerdən bura? Oradan elə gəldim, sonra girdim babır. Piyada gəldiniz, maşına? Piyada gəldim. Piyada gəldiniz. Telefon yoxlandı, işləh vəziyyətdədir. Telefonu götür. 100 gezən üçün nə məlumat verin? Dedim, bəs adam yoxdurmuşam. Falan yerə gəlsin. Öz küçəmi çağırdım, apardım oraya göstərdim. Aha. Hər hansı bir əlavən yoxdur verin ifadədə? Yox. Fərdi yaşayış evində tanışı 1980-ci il təvəllüdü Əmirov Xanlar Bəyləroğlu ilə sonuncusunun təxminən 5-6 il əvvəl onun ailəsi ilə birlikdə yaşadığı və gəlib arvadı Abbasova Xədicə Şixəli qızı hamam otağında olan zaman otağın qapısını açaraq içəriyə daxil olması istəməsi ilə bağlı aralarında açılan söhbət zamanı meydana gələn sözlü söhbət nəticəsində həmin hərəkətinə görə cəzalandırmaq, buna görə ondan qisas almaq üçün Xanlar Əmirovu öldürmək qərarına gəlmiş, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, zərər çəkmiş şəxsə əzab və istirab verdiyi dərk edərək xüsusi amansızlıqla Xanlar Əmirov bədənindən müxtəlif nahiyələrdən zərbələr indirib, onun qəsdən öldürmüş. Məhkəmə iclasında Qulu Abbasov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə Xanlar Əmirovun ona sataşmasından sonra baş verib. Xanlarda bıçaq olduğunu güman edib və özünü müdafiə etmək üçün ona zərbələr vurub. Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əmirov ifadəsində göstərib ki, qardaşı oğlu ona zəng edib Xanların bıçaqlandığını deyib. Qaradağ rayon polis idarəsinə getdikdə ona meyidin Respublika xəstəxanasının morqunda olduğunu bildiriblər. Qulu ilə Xanların arasındakı ədavætin səbəbini bilməyib. Qardaşı içki içdiyi üçün ona evinə gəlməyə icazə verməyib. Həyat tərzindən məlumatı olmayıb. Qulu Abbasovla barışıb, heç bir şikayəti yoxdur. Ona qanuna müvafiq cəza verilməsini xahiş edib. Şahid Xədicə Abbasova ifadəsində göstərib ki, Qulu Abbasovla 5 il əvvəl ayrılıb, uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Baş vermiş hadisənin səbəbini bilmir. Əgər belə bir hadisə 5-6 il əvvəl olmuşdursa, niyə o vaxt əri Xanları tapıb öldürməyib?
Qulu ilə evli olduğu müddətdə evlərinə çoxlu sayda içki içən tanışları gəlib gedib. Evdə qız övladları olduğundan qaynanası ilə birlikdə həmin adamların əksəriyyətini həyətdən qovub. Şahid Şahin Abbasov bildirib ki, hamam otağı qardaşı Gilən evinin pəncərəsinə yaxın olub. Xədicə Abbasova hamamdan çıxanda xanlar qapını tutub saxlayıb. Buna görə qadın oğlunu köməyə çağırıb. Xanlar Xədicəyə sataşanda Qulu evdə olmayıb. Etdiyi hərəkətə görə o zaman özü xanları döyüb. Dekabrın 1-də heyətə gələndə Qulu xanları öldürdüyünü deyib. Ona bildirib ki, dərhal zəng edib polisə məlumat versin. Xanlar mədəniyyətində olan günü bax, bu oğlan çıxında, oğlum olub, bu oğlan olub, yəni ki, bunlar görürlər o söhbəti, yəni ki. Danışmır axılarlar. Sonra şunu o var ki, söhbəti, o elədir ki, məni öldürməyin barəsində. Onda bunu şərait yaradaq, danışıq dindirsin, suallar versin, suallara cavab. Abbasov, zəhmət olmasa məhkəməyə deyil. Xanlar Əmirovla, tanıyırsınız ümumiyyətlə xanlar? Xanlar Əmirovla Abbasov Qulu arasında münasibətlər necə olur? Belə də, Necə yəni belə? soğuqqanlı. Soyuq olur. Soğuqqanlı. Yaxşı, bu soyuqluğun səbəbi nə idi? Yəni o bir dəfə gəlib bizə, nəzərini deyim, biz qohumumuz olub, qohumumuz. Məsələn deyim, arvadına söz atsa, mən döymüşəm onu, evdə, evdə. Sən döymüsən onu. Bəli, mən döymüşəm oğlu ilə, oğlu da burada. Arvadına söz atıb. Söhbət belə deyək də, Xədicədən gedir. Eləmi? Abbasov Qulu, qardaşınız Xanlar Əmirovun yoldaşıza, yəni Xədicə Abbasovaya hansı formada sataşması var deyə məlumat var idi mi? Olub məlumat. Sənin məlumatın var idi mi? Yox, yox. Yaxşı, kimdən məlumat əldə edin? Yoldaşımdan eşitdim. Yoldaşına eşitdin. Yaxşı, eşidəndən sonra Şahinin həmin hadisə barədə hansı təfərrüatları bilməsi barədə məlumatın var idi mi ki, Şahin bilir, bilmir, bilirsə də nə bilir? Özü mənə demişdi hamısını. Oğlum da bilir, Şahin də bilir. Yəni özü demişdi, özü çıxırıb bunları çağırmışdı. Amma hamamın qapısını açmaq istedi. Hamam da bunların pəncərəsinə yaxındır. Qardaşım gelin pəncərəsinə hamamın arasındakı məsafə 2 metr, 3 metr Şahin olmaz. bilirdi. Bilir gəlib Şahin çıxıb, görüb ki, oğlumuza da ayətdi hətta. Mən yox idim, həmən gün mən evdə olmamışam. Mən sənə sual ünvanladım ki, bəs sataşmanın nə ifadə olması var demək. Məlumatı var idi, düz üstə bu fikrimi tamamlayım, sən sonra cavab ver. İndi isə Abbasov Qulu deyəndən sonra deyirsən ki, bəli bilirdi. Yox, elə də bilir. Bunu necə izah edirsən? Onlar mənə çağırdı, belə bilirsin. Onlar səni çağırdı. Onlar Məzmunu bilmədi. Bu yox idi bunun evdə. Belə bir şey yox. Söz atmayayım, amma qapını tutur, məsələn, ailənin qarşılığında gördüm ki, döyürlər uşaqlar, həyətdə. Xanları öldürmüşəm, nəyə görə öldürdüyünü bilirdin mi? Ailə deyir, belə öldürmüşəm. Vaxtısında böyle şey. Bax. Sen de girip polise teslim. Səhər də gedək polisə təslim. Yok ben dedim sen girip polise Sən gedək polisə təslim. Hansı səbəb öldürdüyünü bilirdin mi? Belki başka söhbət olur orada. Bilmem ben olmamışım orada. Dedi, demədi. Yok o demedi. Qulu sənə dedi mi bu Yok barədə? o demedi. Dedi. Qulu, demisən barədə qardaşım ki, nəyə görə öldürmüşsün? Oğlan Xanlar o söhbəti 2 nəfər düşürsün. Mən orada öldürmək edəcəm. Mən vurmasaydım, o məni vuracaqdı. Mən bıçağı hara atmışam. Mən tam öldürməyi bırakmamışam. Abbasov, mənim sən sualım başqadır. Qardaşına demişdin səbəb niyə yox? Bu müddət ərzində həmin o mərhumla təqsirlənən şəxs heç bir dəfə də olsun üzrə gəlmir. Bunlara gəlib bir dəfə, mən o ayaq olmuşam, tutmuşam, atmışam bu ayaq. Əgər mən özüm Sizə sual vermirəm, şahidə sual. Bir dəfə ben özüm işte olmuşum. Aslan şey. Başa üstündə 2 işdə olmamışsınız ki? Yok hasatı onu o işten sonra, hadiseden sonra o geldi eve girdik sesler. Bizim oğlu idi o adam. Bu orada tutup oluyor evde. Evde girmişse oğluna bağlı. Hadisədən sonra. Hadiseden sonra bağlı. Kasım elinden Bir çıktı. dəfə gəlib, girib Evet. evə uğurlar. Oğluna. Dövlət ittihamçısı Qulu Abbasova 17 il cəza təyin olunmasını istəyib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini, gözdən əlil olmasına nəzərə alaraq ona ən aşağı həddə cəza verilməsini xahiş edib. Belə ki, hadisədən dərhal sonra deməli, polis orqanına könüllü olaraq təslim olması və təqsirini deməli, etiraf etməsi Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını birləşdirən hakim nəzərə alınmalıdır. Təqsirlənən şəxsin barəsində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Qeyd edəcək nəticə verilən ibarət ittiham hökmünün çıxarılmasını sizdən xahiş edirəm. Abbasov Qulu Atam Oğlanoğlu Cinayət Məcəlləsinin
120.2.4-cü maddəsilə təqsirə bilinsin və ona 17 il müddətinə azadlıqdan məhrum cəzası təyin olsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun vaxtı tutulduğu 1 dekabr 2024-cü tarixdən hesablansın. Yəni ki, mən nə demək istəyirəmsə, vəkillərə o demək istədim. Vüqar mənim yəni ki, onunla bizdə qabamıyor. Əlavən yoxdur? Xeyr. Abbasov Qulu Atamağlıoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Məhkəmə qənaətə gəlib ki, Qulu Abbasovun Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilib. O, həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il noyabrın 28-də Maşdağı qəsəbəsi Ələkbərov küçəsi 24 ünvanında yerləşən fərdi evdə 1997-ci il təvəllüdlü Qasım Məmmədovun bıçaq zərbəsi ilə ögey anası İlhamə Məmmədovanı qətlə yetirməsi barədə 14-cü polis şöbəsindən Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunub və 1 ay əvvəl azadlığa çıxıb. 28 noyabr 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Maşdağı qəsəbəsi Möhtət Ələkbərov küçəsi 24 ünvanında baş verib. Evin giriş qapısının qarşısında uzanıqlı, üzü və gödəkçəsi qana bulaşmış vəziyyətdə 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın meyidi aşkar edilib. Yəni mən birinci dəfə görüb eşitmədim, belə qonşu var burada. Yəni bu həqiqətən yesi mən tanıyırdım, belə özlərini yox. Məhəllə cəmaatı deyir ki, oğlu vurur bunu. Ögeydir, hələ deyirlər. Valla mən də səhər iş etmişəm. Deyirlər görə anasını qətlə yetirib, özdə ki, sərf eləmişən narkotik istifadə edib. Kənd adamıydı, tanıyırıq hamısını. Qalırdı bizdəki, yəni oğlan bizə mənə hücum çəkir də, yəni vuracam, öldürəcəm falan falan. O da qorxusundan gəlib neçə gün idi bizdə qalırdı. Axşam yoldaşı ilə evə qayıdırdı. Axşam yoldaşı ilə qayıdanda evə, yoldaşı girib hamama əlini yumağa, o da qəfildən girib, elə bil ki, hazır olmuş vəziyyətdə də, yəni bıçaqla şax damarına xəsarət yetirib. Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə İlhamə Məmmədovanın ölümünə sağ ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin qan itirməsi səbəb olub. Qasım Məmmədov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2023-cü il yanvarın 12-sində Cəlilabad rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. İstintaqla müəyyən edilib ki, cəzasının sonu ilə əlaqədar azad edilib evə qayıdandan sonra Qasım Məmmədov ögey anasının azyaşlı nəvəsi Zəhra Əlizadənin artıq həddi buluğa çatmış qız olmasını əsas gətirib, dəfələrlə İlhamə Məmmədovadan onun təhsil aldığı orta məktəbdən çıxarılmasını tələb edib, sözlərinə məhəl qoymamasını görüb, əsaslı səbəb olmadan qadını öldürmək qərarına gəlib. Noyabrın 28-i saat 18 radələrində mətbəx otağından götürdüyü bıçaqla yaşadıkları evin heyətində İlhamə Məmmədovanın döş qəfəsinə bir dəfə zərbə indirib. Bu hərəkəti ilə Qasım Məmmədov zərər çəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Qasım Məmmədov bildirib ki, Türkiyədə Aksaray Universitetinin İdman fakültəsində oxuyub, amma sonra təhsilini öz istəyi ilə yarımçıq qoyaraq Bakıya qayıdıb. Narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunub. 2024-cü il oktyabrın 16-sında azadlığa buraxılıb. Əmisinin yoldaşı İlhamə Məmmədova ilə münasibətləri həmişə yaxşı olub. Onun psixoloji problemləri var. Noyabrın 28-də evdə yatıb. Yuxudan oyanıb bir anda qərara gəlib ki, bu hadisəni törətməlidir. Hadisə vaxtı özündə olmayıb. Uşağın məktəbdən çıxarılması ilə əlaqədar bacısına irad bildirsə də, bununla bağlı aralarında mübahisə olmayıb. Sadəcə dəfələrlə söhbət ediblər. Zərər çəkmiş şəxsin hüquqi varisi Abbas Məmmədov ifadəsində göstərib ki, İlhamə Məmmədova onun arvadı, Qasım isə doğma qardaşı Arif Məmmədovun oğlu olub. O 2000-ci ildə İlhamə Məmmədova ilə ailə həyatı qurandan sonra Qasım onların himayəsində böyüyüb. İlhamə bundan əvvəl başqa şəxslə nigahda olub. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməkdən ötürü Qasımı Türkiyə Respublikasına göndərib. Lakin yarım ildən sonra oğlan geri qayıdıb. 2016-cı ildə hərbi xidmətə çağrılıb, sonra daxili işlər orqanlarında polis nəfəri işləyib. Onun narkotik vasitələrdən istifadə etməsi məlum olduqda xidmətdən xaric edilib. Bir dəfə xuliqanlıq əməlinə görə və 2 dəfə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunub. 2024-cü il oktyabrın 16-sında cəzasını çəkib qurtarandan sonra Maştay qəsəbəsində onlarla birlikdə yaşayıb. Noyabrın 18-də günorta İlhamə zəng edərək Qasımın onun üstünə hücum etdiyini və təcili evə gəlməsini bildirib. Yaşadığı ünvana çatanda arvadı Qasımın heç bir səbəb olmadan bıçaqla üzərinə gəldiyini söyləyib. Yanına çağırıb bu hərəkətinin səbəbini soruşduqda Qasım belə bir şey etmədiyini bildirib. Qardaşı oğlunun yenə də narkotik vasitələrin təsiri altında olması qənaətinə gəlib. Bu hadisədən sonra təhlükəsizlik məqsədi ilə səhər işə gedərkən arvadını və nəvəsini Zabrat qəsəbəsində yaşayan əmisi oğlunun evinə aparıb qoyub. Noyabrın 28-də yoldaşını həmin evdən, uşağı isə məktəbdən götürərək birlikdə evə qayıdıblar. Darvazanın qapısını Qasım açıb. Təxminən 1 dəqiqədən sonra hamam otağından çıxanda Qasımın küçəyə qaçdığını görüb. Yerdə uzanıqlı vəziyyətdə qalan İlhaməyə yaxınlaşıb, nəbzini yoxlayıb, ağzından qan gəlib. Dərhal təcili tibbi yardıma və polisə zəng edib məlumat verib. Bundan sonra arvadının meyidi patoloji anatomiya şöbəsinə aparılıb. Yetkinlik yaşına çatmayan şahid Zəhra Əlizadə ifadəsində göstərib ki, Maştay qəsəbəsində yerləşən orta məktəbdə 2-ci sinifdə oxuyur. Noyabrın 28-də heyətə daxil olduqdan sonra nənəsi İlhamə əlindəki əşyaları verib, onları evin 2-ci mərtəbəsinə aparmasını deyib. İçəridə olanda nənəsinin qışqırdığını eşidib. 1-ci mərtəbəyə giriş qapısının yanına çatanda Qasımın darvazaya doğru qaçdığını, nənəsinin isə müvazinətini itirib yerə yıxıldığını görüb. Hadisənin səbəbini bilmir. Məhkəmə iclasında Qasım Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Zərər çəkmiş şəxsin hüquqi varisi Abbas Məmmədov telegram göndərərək proseslərdə iştirak edə bilməyəcəyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib. Məhkəmə qənaətə gəlib ki, Qasım Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. O həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Qasım Məmmədov 16 ilə 6 ay müddətinə azadlıqdan məhrum olunub.